مثل الذين اتخذوا من دون الله أولياء Allah'tan başqasını özlərinə dost tutanların aqibəti كمثل العنكبوت اتخذت بيتا özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. وإن أوهن البيوت لبيت العنكبوت Yuvaların ən zəifi də əlbəttə ki, hörümçək yuvasıdır. لو كانوا يعلمون Kaş ki biləydilər. إن الله يعلم ما يدعون من دونه من شيء Şübhə yoxdur ki, Allah onların onu qoyub nəyə yalvarıb sitayiş etdiklərini bilir. وهو العزيز الحكيم O qüdrətlidir, müdrikdir. وتلك الأمثال نضربها للناس Biz insanlar üçün belə məsələlər çəkirik. وما يعقلها إلا العالمون Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar. Həqiqəti dərk edən adamlar anlayarlar.